İnsanlar danışmağı çox sevirlər. Çünki danışmaq, fikir bildirmək onların mahiyyətini, məlumatda olub olmadığını ortaya qoyur və danışmağı sevənlərlə müqayisədə öyrənməyi, oxumağı sevənlər çox azdır. Həm Azərbaycanda, həm bütün dünyada belədir. İnsanlar az oxumağa, çox danışmağa üstünlük verirlər. Bellərindən birini biz Münxendə eşitdik. Özünü Ermənistanın Gənc Liderlər Klubunun üzvü kimi təqdim elədi. Stepan Safaryanam dedi. Hərçənd ki, arxadan görünüşünə görə ondan 50-dən az yaş vermək mümkün deyildi. Və bu gənc lider Azərbaycan prezidentindən soruşdu ki, nəyə görə Azərbaycan konstitusiyanın dəyişməsini tələb eləyir. Və iddia elədi ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı var və Azərbaycanı narahat edən müstəqillik bəyannaməsi artıq Konstitusiyada yoxdur. Bu səbəbdən Azərbaycan əslinə qalsa narahat olmamalıdır və Ermənistan Konstitusiyasının dəyişməsini də tələb etməməlidir. Və danışığından aydın olurdu ki, məsələləri araşdırmıyor. Ermənistanlıdır, Ermənistan Liderlər Klubunun üzvüdür, ancaq Ermənistan qanunvericiliyini və Ermənistanda baş verənləri o qədər də bilmir. Çox təəssüf ki, biz Azərbaycanda da bu cür liderlərə çox rast gəlirik. Həqiqətən də Azərbaycan Ermənistan konstitusiyasını dəyişməkdə təkid etməklə yanlışa mı yol verir? Bu suala Azərbaycan prezidenti qısa cavab verdi. Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyasına bağlı məsələdə mən təfərrüatlara çox getmək istəməzdim. Siz burada qeyd etdiniz. Müstəqillik haqqında bəyanata gəldikdə, Ermənistanın orada mətnində Azərbaycana ərazi iddiaları var. Bu, bəli, bu preambulada yazılıbdır, konstitusiyada bu var. Biz bunu Wikipediyadan yoxlaya bilərik. Elə biz görüşümüzü başa çatdırmazdan öncə siz baxa bilərsiniz. Və Konstitusiya Məhkəməsi də heç də Konstitusiyadan üstün götürülə bilməz. Mən hüquqşünas deyiləm, amma mən bunu başa düşürəm. Dövlət başçımız izah elədi ki, Ermənistan Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad var. Müstəqillik bəyannaməsində isə 1989-cu ilin 1 dekabrında Ermənistan Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının birgə qərarına istinad var. Həmin o istinadda da qeyd olunur ki, söhbət birgə qərardan gedir. Dağlıq Qarabağla Ermənistan Respublikası birləşib. Yəni burada söhbət təkcə ərazi iddiasından getmir. Söhbət Ermənistanla Qarabağın birləşməsindən gedir. Və Qarabağın Ermənistan torpağı olmasının həmin o sənəddə, həmin o qərarda öz əksini tapmasından gedir. Bu ərazi iddiasından da bir addım irəli getməkdir. Bu səbəbdən Azərbaycan dövləti qəti şəkildə tələb edir. Konstitusiyadan müstəqillik bəyannaməsinə istinad çıxarılmalıdır. Əslində qalsa tələblər daha çox olmalı idi. Həmin qərarın ləğv olunması tələb olunmalı idi. Müstəqillik bəyannaməsindən də o qərara istinad çıxarılmalı idi. Bu da tələb olunmalı idi. Ancaq Azərbaycan sülh məsələsində daim konstruktiv mövqe tutub və bu səbəbdən də yalnız konstitusiyanı dəyişməyi tələb edir.
Safaryan eyni zamanda Konstitusiya Məhkəməsinin 2024-cü ilin sentyabrında qəbul etdiyi qərara istinad eləyir. Və deyir ki, o qərardan sonra müstəqillik bəyannaməsi Konstitusiyadan çıxarılmış sayıla bilər. Məlumdur ki, delimitasiya komissiyalarının reglamenti təsdiq olunarkən Ermənistan Konstitusiya Məhkəməsi həm də bu barədə öz rəyini bildirdi. Və açıq şəkildə deyildi ki, Ermənistan Konstitusiyası yalnız Konstitusiyada yazılanlardan ibarətdir. Və hər hansı bir istinadın heç bir hüquqi qüvvəsi yoxdur. Və bu Ermənistan cəmiyyətində çox ciddi narazılıqla qarşılandı ki, Konstitusiya Məhkəməsi əslinə qalsa hüquqi yox, siyasi qərar verib. Və sabah hakimiyyət dəyişsə, növbəti Konstitusiya Məhkəməsi tamamilə başqa bir qərar verə bilər. Bu səbəbdən Azərbaycan prezidenti də açıq şəkildə izah elədi. Bizi Konstitusiya Məhkəməsinin hansısa qərarı maraqlandırmır və biz bunu əsas kimi götürmək fikrində deyilik. Çünki Konstitusiya Məhkəməsinin qərarı Konstitusiyadan yuxarı sənəd, hüquqi akt kimi qəbul oluna bilməz.